Salam uşaqlar, funksiyanın qaydalarını dedim sizə atım. İnşallah ki, xeyrin görərsiniz. Deməli, birinci funksiyanı hardan başlayasınız? X arqument deməkdir, bir də absis deməkdir. Nəyi bilmirsinizsə mütləq qeydin götürün. Y-in adına isə funksiya və ordinat deyilir. Məsələn, misal necə çıxa bilər qabağa? Y bərabərdir 4x plus 10 verilər. Deyək ki, absisi məsələn 2-dir. Absis deyəndə x 2-dir. Gətirəsən y bərabərdir 4 vur 2 üstəgəl 10 yazacaqsan, cavab olacaq 18. Və yaxud da ki, deyək ki, ordinatı 2-yə bərabərdir. Bu zaman y2 olacaq. Gətirəsən buradakı y-in yerinə, yəni 4x plus 10-u bərabərləyəsən 2-yə. 4x bərabərdir -8, x-in qiyməti olacaq necə? -2. Absis və ordinat budur. Sonra uşaqlar funksiyalar 3 üsulla verilir. Yəni funksiyaları 3 formada qabağımızda görəsiniz. Birinci analitik, yəni düstur deməkdir. Tutaq ki, y bərabərdir 8x, y bərabərdir 4x kvadrat. Yəni bu formada görə bilərsiniz. Sonra cədvəl forması, yəni belə imtahanlarda belə cədvəl forması qabağınıza çıxa bilər. Bir də qrafik forması. Qrafikdəki özünüz görürsünüz. Yəni belə istənilən formada qabağınıza çıxa bilər. Bunlar ümumi məlumatlardır. Əsas bizə lazım olan uşaqlar, birinci funksiyamız sabit funksiyadır. Sabit funksiyaya diqqətli olaq. Adından məlum olduğu kimi sabit funksiya, yəni x-i bütün qiymətlərində sabit olur. Məsələn, y bərabərdir b funksiyası, burada b ədəddir. Tutaq ki, buna bir dənə 6 deyirəm. Demək, y bərabərdir 6 olanda uşaqlar, siz bunu necə eləyəsiniz? Y oxu burada da bilirsiniz. 6-nı burada qeyd eləyəsiniz. Demək, absis oxuna, baxın, buna absis oxu deyilir. Absis oxuna nə olur? Paralel. Demək, sabit funksiya absis oxuna nə olur? Paralel olur. Məsələn, testdə görəsən ki, deyəcək, absis oxuna paralel olanlar hansıdır? Demək, sən y bərabərdir bir ədəd olan götür, 7 götür, y bərabərdir -7 götür. Bunların hamısı absisə paraleldir. Və fikir ver ki, bax, bu funksiya, bura birinci rübdür, bura nədir? İkinci rüb. Demək, birinci rüb və ikinci rübdən keçməsi üçün, demək, qayda var, belə deyək. Birinci və ikinci rübdən funksiya keçirsə, qeyd götürürsə, x 0 olmalıdır, b isə nə olmalıdır? 0-dan böyük olmalıdır, yəni müsbət olmalıdır. Görürsən, b-im 6-dır. İndi keçək, y-ə bir mənfi ədəd verək. Deyək ki, y bərabərdir, -3 olsun. İndi bunu çəkirik. Bax, -3 qoyasan burada, çəkəsən, yenə fikir verirsən, absis oxu budur, absis oxuna paralel gəldi. İndi isə funksiya 3 və hardan keçdi? 4-dən. İndi sənə sual düşəcək ki, funksiya 3-cü və 4-cü rübdən keçsin. Tez deyəsən ki, 3 və 4-dən keçməsi üçün x 0 olur. Görsən, x oxuna mənim funksiyam dəyməyib, x bomboşdur. Amma y-dən olmalıdır, mənfi olmalıdır. Bu qaydanı da qeyd elə, əzbərlə. Sonra x bərabərdir a funksiyası. Bu da uşaqlar sabit funksiyadır. Məsələn, x bərabərdir, deyək ki, 5 desəm, çəkəsən, x oxunda, buradan 5-i götürəsən, 5-dən belə düz xət çəkəsən. Bu ox, uşaqlar, ordinat oxudur, ordinat. Fikir versən, ordinatla qabaq-qabağadır, yəni paraleldir, loru dildə deyim. Demək, x bərabərdir 5 olanda tərsinə olur, ordinata paralel olur. Ordinata nəymiş? Paralel, bu da paralelin işarəsidir. Tutaq ki, bura mənfi bir ədəd qoyaq. Məsələn, -5 qoyaq. Bu zamanda x oxunda -5-i götürəsən, demək, beləsinə çəkəsən. İndi fikir versən, bizim bu funksiyamızda deməli, bu ikinci rübdən keçdi, bu hardan keçdi? 3-dən keçdi. Məsələn, testdə düşsə ki, ikinci və üçüncü rübdən keçsin, tez bunu yada salassan, deyəsən ki, x mənfi olmalıdır, x nə olmalıdır? 0-dan kiçik, amma y olmamalıdır. Görürsən, y oxu budur, y-in üstünə heç nə yazmamışam. Amma bu yoxdur. Amma bununla bu topluda var bu ikisi. 1 və 2-dən, bir də 4-dən keçən. Sabit funksiya budur. Bir də sabit funksiya haqqında bunu buradan qeyd edeyim, yadımdan çıxıb deməmişəm. Sabit funksiyalar, məsələn, tutaq ki, məsələn, f1, vuraq f2, vuraq f3, vuraq, nə bilim, axı f100 yazaram, fərq yoxdur. Buna bir dənə, tutaq ki, 16 yazıram. Sabit funksiyada, sabit nə deməkdir ki, yəni eyni şey almalım da, yəni həmişə eyni qiymət alasan. Demək, f1-də də, f2-də də, f3-də də, f100-də də bu 100-ün, 3-ün, 2-nin önəmi yoxdur. Bunlar həmişə eyni rəqəmə, məsələn, a yazıram hamısına, a.
Aha, bərabərdir 16. Tez A üstü 4 bərabərdir 16. A-nın qiyməti neçə olacaq? Plus minus 2. Tutaq ki, sənə deyəcək ki, F8-i tap. Deyəsən F8 də plus minus 2-dir. İstəyirsən F-mini denə. Yəni onun önəmi yoxdur. Buradakı rəqəm sənin anlatmaq üçün verilir. Sabit funksiyalar da həmişə eyni olur. Bir də uşaqlar, sabit funksiyaya nə lazımdır bizə? Sabit funksiyada həmişə nisbətlər də eyni olur. Məsələn, tutaq ki, 8x plus, burada da bir dənə 5 olsun. Deyir ki, sabit funksiyadır. Aha, sabitdir. Sabit sözü görən kimi tez deyəsən ki, müəllim demişdi ki, x-in qabağını x-in qabağına böl, k-yı böl 8-ə, sərbəst həddlərimizi -4-ü də böl 5-ə. Sonra çarpaz tənasüb eləyəsən, 5k bərabərdir -32-yə, buradan k-nın qiyməti tapasan ki, -32 bölünsün 5-dir. Və salam. Sabit funksiya bu qədər. Sonra uşaqlar keçdik. Demək, düz mütənasiblik haqqında danışaq, baxın. Demək, y bərabərdir k vur 2 düz mütənasiblikdir. Hamı əzbərləyəcək. K burada uşaqlar bucaq əmsalıdır. Bucaq əmsalıdır. K müsbət olanda artan olur. 1 və 3-dən keçir. Yəni, nə demək istəyirəm? Məsələn, tutaq ki, testdə düşər ki, artan funksiyaları seç. Aha, bunun qabağına baxırsan, 8 müsbətdir, artandır. Məsələn, 6x var, 5x var. Aha, bunların hamısı müsbətdir, artandılar. K sıfırdan kiçik olanda isə azalan olur. Məsələn, tutaq ki, -8x. Görsən, k-yı mənfidir. Demək, y bərabərdir, məsələn, -4x, k-yı mənfidir. Axı, ona görə bu azalan funksiyadır. Azalan funksiyalar 2 və 4-dən keçəcək. Bir də uşaqlar, T funksiyanın qrafiki başlanğıcdan keçən düz xəttir. Bu cümləni hamı əzbərləyəcək. Başlanğıcdan keçən düz xəttir, bir də tək funksiyadır. Bunları qəşəng yadınızda saxlayın. İndi, məsələn, başlanğıcdan keçən düz xəttdə 10 nə deməkdir? 10 başa salım sənə. Demək, y bərabərdir 5 vur x var, düzdür? Bax, mən burada x-ə 0 versəm, y-i tapmaq üçün 5-i 0-a vuracam, 0 eləyəcək. Demək, x-ə 0 verdin. Əgər funksiyada y-də 0 olursa, demək, bu düz ortadan keçir. Bu da başlanğıc deyirlər də, buna 7-ci sinifdə keçibsiz. Aha. İndi 5-ə baxıram. 5 nədir? Müsbət. Bax, bura baxırsan. Demişəm ki, müsbət olanda hardan keçəcək? 1 və 3-dən. Demək, bura 1-ci rübdür, burada 3-cü rübdür. Demək, 1-də başlayırsan, 3-də qutarırsan. Qutardı. Keçdik bu birinə. X-ə 0 verirəm, y-kimi də yenə nə olur? 0 olur. Çəkdim. Ortada başlanğıcımı qoyuram. İndi baxıram k-yıma. K-yım nədir? Mənfi. Burada yazmışam ki, k mənfi olanda 2 və 4-dən gələsən. Demək, 2-ci rüb buradır, 4-cü rüb buradır. Demək, 2-dən başlayıb 4-də qutarasan. Amma tən ortada mütləq keçmək məcburdur. Sonra uşaqlarım, k bucaq əmsalıdır. Bucaq əmsalı nədir? Trigonometriya ilə bir balaca bağlıdır. Belə eləyirlər. Yəni, başlanğıc buradır. Görürsünüz, buradan bura gəlirik. Bu, bunun bucağıdır da. Elə bir transporteri ilə qoyub ölçsəz. Bu isə iti bucaqdır. Görürsən, iti bucaq əmələ gələndə k müsbət olur. Onsuz da görürsünüz, k 5 idi, müsbətdir. Amma mən bunu buradan belə qoysam, gəlsəm bura, görsən, nə əmələ gəldi? Kör bucaq əmələ gəlir. Kör bucaq əmələ gələnlərdə isə k-lar nə olur? Həmişə mənfi olur. Belə də yadda saxlaya bilərsiniz. Tutaq ki, məsələn, misal desəm, y bərabərdir, -4x desəm. Tez deyəsən ki, müəllim, bunun y-i burada mənfidir. K bucaq əmsalı mənfi olduğuna görə bu kör bucaq əmələ gətirəcək. Kör bucaq əmələ gətirən bu formada keçəcək. Yəni, tən ortadan belə keçməlidir. Tamam, yaxşı. Bunu da yadda saxlayın. İndi buna aid misal deyəcəm. Sonra keçdik uşaqlar. Kx plus b xətti funksiyadır. Yenə burada da k-ımız bucaq əmsalıdır. B isə sərbəst həddir. Mən burada sənə ipucu olaraq nəyə deməliyəm? Fikir ver hələ. Burada mən x-ə 0 versəm, k-ı 0-a vuranda nə verəcək? 0 verir. Üstünə də b gələndə b olur. Demək, x 0 olanda y neçə olur? B. Demək, b y-i kəsdiyi yerə baxsan. B üçün y-i kəsdiyi yerə bax. Kəsdiyi nöqtəyə bax da, belə deyək də, sizin başa düşməyiniz üçün belə deyirəm. İndi nə demək istəyirəm? Baxın. Gəlin buradan bunun x-ini 0 eləyək. X-ə 0 verəndə 2-yə 0-a vurdum 0, üstünə 4-ün gəldim. Y neçə oldu? 4. Bir dəfə də y-ə 0 verəsən. Y 0 olanda tənlik eləyirsən. 2x plus 4 bərabərdir 0. Buradan x-i tapırsan -2. Demək, x-imizi tapdıq -2. X oxunda -2 qeyd elə. Y-i tapıbsan 4 tapdın. Tamam, grafiki çəkirsən. Demək, bunun da grafiki düz xətdir, amma başlanğıcdan keçməyən düz xətdir. Sonra gəlin bu misala izah edeyim sizə. Tabi bir deyil eləmirəm, amma bilməyən yenə götürsün, x-ə 0 versin, y-ə 0 versin. Bunu necə eləyirəm? Bax, burada mən sənə qeyd yazdırdım ki, b y-i kəsdiyi yerdir.
Yəni bu mənim beyimdir də, düz deyil, -4. Demək mən bunu y oxunda göstərəcəm. Y oxunda -4-ü göstərdim. Sonra gəlirəm bu 2-yə baxıram. 2 müsbətdə axı düzdür. Müsbət olanda hardan keçirdi? Bayaq yuxarıda izah elədim. Bax, artan olanda 1 və 3-dən keçəcək. Fikir ver. Aha. Demək indi funksiyam 1-də başlayacaq, harda qutaracaq? 3-də qutaracaq. Aha, sağdan sola çəkəsən. Fisə qutardı. Gəl indi bunu danışaq sənə. Demək bu 4-ü götürürsən. 4-ü qoyduq yuxarıda. Sonra K-ya baxırsan. K nədir burada? Mənfi. Mənfi olanda hardan gəlməlisən? 2-dən gəlib 4-də qutarmalısan. 2-dən gəl 4-də qutar. Sonra geçdik buna. B-yi çəkirsən. B -4-dür. Y oxunda götürürsən. Yenə K-ya baxıram. K mənfidir. Mənfi olanda hardan gəlməlisən? 2-dən 4-də gəlirsən. Bilmirsənsə götür X-ə 0 ver, Y-ə 0 ver, yaz geçsin. Sonra uşaqlar qarşılıqlı vəziyyət haqqında danışaq. Demək, K-lar eyni olub, B'lər fərqli olanda paralel olur. Nə deməkdir? Məsələn, Y bərabərdir 2x üstə gəl 3, bir də Y bərabərdir 2x plus 5 deyək ki. Fikir ver hələ. Bunun K-yı 2-dir, B-yi 3-dür. Bunun K-yı 2-dir, B-yi neçədir? 5. Fikir ver, K-lar eynidir. Amma B'lər fərqlidir. Ona görə bunlar nədir? Paralel. Tutaq ki, Y bərabərdir 2x plus 3 var, bir də Y bərabərdir 3 üstə gəl 2x var. Deyək indi bunun biri K neçədir bunun? 2. Çünki x-in qabağıdır. B neçədir? 3 sərbəsən. Bunun K neçədir? 3 dedin deyəsən 3 dəyər. X-in qabağına baxılır K üçün. Kx demişik. X-in qabağı K-dır. Yerlərini dəyişdirmişəm ki, səhv biləsən. B neçədir? 3. Fikir ver, K-da B-də eynidir. Ona görə bu neynədir? Üst-üstə düşdü. Kəsişmə nədir uşaqlar? Elə K-ları fərqli olan kəsişmə olur. Məsələn, deyək ki, 3x plus, bura önəmli deyil. Heç nə olur, olsun, elə B yazıram. Görürsən, bunun qabağı 2-dir, bunun qabağı 3-dür. Yəni, demək, K-lar fərqlidir, bunlar kəsişir. Keçdik, K1 vur K2 -1-dir. Bu nə deməkdir? Deyək ki, bu 2x plus 3-dür. Fikir ver, bunun K-yı 2-dir. Gətir, bura 2 qoysam. 2 vurulsun K2 bərabərdir -1 yazsam. K2 nəyə bərabər olur? -1 bölü 2 olur. 2-ni bölmürsən, ha? 1-i bölürsən 2-yə. Aha, demək onda Y bərabərdir. Bu birin bucağı -2-də 1 2 plus. Bura nə olur olsun? Yəni önemli deyil. B yazıram. Ha, fikir verdin. Biri 2-dir, biri -2-də 1. Bax 2-ni vursam -2-də 1-ə cavab neçə ilə? -1. Demək bunlar perpendikulyar imişdir. Nəymiş şərt? Perpendikulyarlıq şərti. Perpendikulyar deyəndə K1 vur K2 -1-ə bərabər olacaq. Yaxşı. Qoy o qalsın hələ. Gəlin biraz bu haqda bir də danışaq. Tutaq ki, Y bərabərdir. Kx plus B funksiyası verilib də. Aha, mən sizə bunu qrafiklə göstərim. Tutaq ki, belə bir şəkil veriləcək. Deyəcək K və B-nin işarəsini tap. K və B-nin işarəsi. Bunun üçün nə edirsən? Qayda nədir? B üçün Y-ə bax. Y-i kəsdiyi yerə bax. Kəsdiyi yer. Bayaq bunu izah elədim. Funksiyaya fikir ver, Y oxu budur. Y-i harda kəsib burada görsən, bu bizim B-imizdir. Müsbətdir. Demək, B-imiz oldu müsbət. K üçün nəyə baxıransan? Bir, iti bucaq ya kör bucaq əmələ gətirib ona baxmaq olur. Yəni necə? Məsələn, buradan başlayırsan, gəlirsən bura qədər, baxırsan ki, bu iti bucaqdır da, düz deyil. İti bucaq olanda K müsbət olurdu. K nədir? Müsbət. Və yaxud da ki, yazılmışdım ya sizə, birinci rübdə başlayıb, harda qutarıb bu? Bax, ucu 3-də qutarıb. Demək, 1-də başlayıb, 3-də qutarırsa, bu nəymiş? K-yı müsbət imiş. 2-ni də kəsib, ha, burada görürsünüz, 2 bizə önəmli deyil. Deyək ki, testdə düşür, ha, deyək ki, konkret K müsbətli, B də müsbətli, bu hansı rübləri kəsir? Hə, onda 1, 2, 3-ü götürəsən. Təkcə 1-lə 3-ü yazsan, onda səhv olar. Amma bizə burada K-nın işarəsi lazımdır deyə sadəcə başlanğıc və sonunu bilsəz yetərlidir. Tutaq ki, bir dənə qrafik belə veriləcək. Aha, belə çəkilib, deyək ki, tap görüm hələ necə olacaq. İndi birinci, yenə bura baxırsan, dedik ki, bura kəsdiyi yer B-imizdir bizim, bura B-dir. B gördüyün kimi Y oxun aşağısında yerləşib. Ona görə B-in nədir sənin? Mənfi. Yəni, B sıfırdan kiçikdir. K üçün neyinirik? Uclara baxırıq. Bax, bu uc 2-də başlayıbdır. Bu ucu harda qutarıb? 4-də. 2 4-də qutaranlar mənfi olur. K-ımız nə olacaq? Mənfi olacaq. Və yaxud da ki, dediyim kimi, buradan başlayırsan, gəlirsən bura qədər, deyirsən kör bucaqdır. Kör bucaq əmələ gələndə nə olurdu? K-ımız mənfi olurdu. Hansı xoşunuza gəlir? O formada öyrənin.
Başqa bir misal da verim sizə funksiya haqqında. Demək, tutaq ki, belə bir funksiya veriləcək. Bura bir dənə 1 yazar. Məsələn, burada bir dənə 4 yazar. Deyək ki, bu funksiyanın grafikini qur. Y bərabərdir. Kx plus b-yi də verib bizə. Ki, k ilə b-nin cəmini tap. Məsələn, sual belədir. Sən birinci neyniyəsən? 7-ci sinifdə də bu. Demək, bu y oxunu kəsdiyi yer b-dir. Neç dəfə sənə dedim. Görsən, b-nin qiyməti neçədir? 4. Bitdi bu. Gəlirsən, indi 7-ci sinifdəki qaydaları yada asarsan. Bu nöqtə, görsən, bu x oxudur da. X oxunda yerləşib. Demək, x-i neçədir bunun? 1. Y-i neçədir? 0. Sizin çoxunuz deyəndə ki, x neçədir, y neçədir? Deyirsiniz 1, 4-dür. Baxın, bu 1 olub. Bura 4 olsa, belə nöqtə qoysa, belə bir yerdən belə kəsilsə, desəm ki, x neçədir? 1-dir. Y neçədir? Onda deyəsən, müəllim 4-dür. Çünki görsən, belə qırıq-qırıqa çəkib birləşdiyirik. Amma bu nöqtədə, tutaq ki, məsələn, sənin nöqtən buradadırsa, 2 yazılıbdırsa, bunun y yoxdur. Demək, x-i 2-dir, y nədir? Bunun 0-dır. Tutaq ki, nöqtəni qoymuşam bura. Görsən, bu y oxunusunda, bura 5 qoymuşam. Tez sən deyəsən ki, müəllim, bunun x-i yoxdur. X birinci yazılır. X-i 0-dır, y neçədir? 5. Desəm ki, buranı tap görüm hələ. Məsələn, bu -8-dir. Bunun koordinatını yaz. Nə yazırsan? Birinci x yazırıq. -8, y nədir? 0-dır. Amma bunu belə qırıq-qırıq qoysaydım, belə, nöqtəni bura qoysa. Onda desəm ki, bu nöqtəmin koordinatını tap. Deyəsən, müəllim, x-i 2-dir, y neçədir? 5-dir. Yadınızda saxlayın bunu. Tamam. Bu, elə belə haşiyə kimi çıxdım. Amma bilirəm ki, çoxunuz burada səhv edirsiniz. Ona görə izah elədim. Yaxşı. Demək, bizə nə lazımdır bizim misalımızda? X-i 1, y-i 0 tapdın. Indi funksiyada qoyaq yerinə. 0, bu y-imizdir, bu da bizim x-imizdir. K vurulsun x1-dir. Üstəcəl b-yi də tapmışıq 4. Buradan k bərabərdir, -4. Düsturda qoyuram yerinə. Kx plus b olduğuna görə -4x plus b-in qiyməti neçə oldu? 4. Demək, funksiyanın qrafiki budur. Birində izah eləyirəm. Çəkdim. Bax, çəkdim. Bura bir dənə -2 yazıram. Bura bir dənə 7 yazıram. Tez baxan kimi deyirsən ki, bu düsturu onsuz veriləcək sənə. Verilməsə də özün eləyəsən. Bu x nöqtəsidir. Görürsünüz, x -2-dir. Y neçədir? 0. Bu da bizim b nöqtəmizdir. Qoy, b-imiz 7-dir. Demək, y bərabərdir. Kx plus 7-ni tapdıq. İndi, buradan bilirik ki, x -2-dir, y 0-dır. Bu nöqtəni qoyuram yerinə. 0 bərabərdir. K vur -2, üstəcəl 7. Buradan -2k bərabərdir. -7. K'nın qiyməti oldu 3.5. Demək, y bərabərdir. 3.5x plus y-imiz neçədir? B-imiz neçədir? 7. İnşallah ki, xeyrini görərsiniz, başa düşərsiniz.